reklamınızdır. Hop. Yeni bir gündən herkese salam. Deyəcəksiniz ki, bu kız Bakıdaydı, hansı hara getdi, hara getdi. Bu sefer açılışı rayondan eləyirəm. Mən də planlaşdırmamışdım bura gəlməyi. Amma belə qismət oldu. İnşallah sizə deyərəm nəyə görə gəldiyimi. Planlarda belə bir şey yox idi. Amma çox təəssüf ki, məcburiyyətdən gəlməli olduq. Şimdi bu onu yıkılmıştı. Hava. Ben burada olanda yıkılmayıp da. Nerede? Sen onu yanında yıkılmış. Ben olmayan da olabilir. Ben olanda hiç yıkılmayıp ama. Bunlar kimin çəkiləklərdi? Ben hansını geyinəm? Ben çəkilək gətirməmişəm. Bunlar ne da Amirat burada nasıfsız böyle keçəli adama oxşuyur. Bunda kare reklamınızdır. Kim eləyib bu yazıqları belə? Kim var burada? Kim var burada? Günaydın. Kimin o? Hardan aldın onu? Hardan aldın? Kim aldı? Çek ucuma. Abi bu kimin haqqalarıdır? Kimindi bunlar? Ben. Ne güzel. Ne güzel. Gısekti. Bana uzun göstersene bana. Banonun yüzü yok dahi var. Bak. Bana reklama bak. Reklamlara bak bana. Ne danışırsan? Evet o. Bana hardis təzdən bağladınız. Belə bərkitdim, yuxarı qaldırdım. Geçəkdi, hə. Çok düzeltti. Tasarısı yeri böyle kendi ya. Hə, üstündə palçıqları var biraz. Palçıq da değil. Kışla gelersen içerim. Nə yönü? İçerim. Hə, tamam. Qışda gələrəm, görüm gələ bilsin. Şeydi. Enişteden cildə çoxluyla bişdik. Hamısı da ben düzmüştüm. Doğrudan mı? Doğru. Aferin sağ ol. İndi siz hara ged? Oo. Nergis. Bu. Nergis. Sosu çıxartdım. Hop. Nergis. Vay. Ben bu kızı elədim. Bu nə dömrə? Bu şey qızlardan, uçanlardan deyil mi? Hə. Al. Bu da ben. Oo, hamı. Bu nədir? Oo, nə hərfidir? Nə də gözəl zərri yazıbdı. Sağ ol, təşəkkür ederim. Get saxlayım. Gəlir, qoy gətirsin. Hə, qoy dada içinsin. Dada istəyirsən sən? Denə mama ver. Yoxsu da gəlir. Bak Ne yeyirsən ki, nənə? bak. Baxın. Bak söbünü ötələyirəm sən. Qorxacam bak. O, ökümü şəkilidir. Heç örtüz. Nə? Örtüz. Hə, öküzdür, sarı gözləri var. Belə bir babanın şəkildə. Baxın buna. Baxma, yox. Adə yox, baxma. Eləmə, qaranlıq olur, eləmə. Mənim kameramdan işin yoxdur. Siz bu yemişin ne tərəfini çıxardım bak bilmem. O yemiş dadsızdır vallahi, həm soyuq, həm dadsız. Bak. Murad bayrağı aparır. Elə hansına ya? Mənim adım ama onun adını Murat qoymuyor. Niyə ki, indi güya ki sənsən də əlində bayraq aparırsan. Yaxşı, Murad olmasın, Anar olsun. Tamam mı? Aparır. Aparır, hə. Soyuq. Sonra Yeniden değil var sağ. ki. Ha? Yenə mi var? Bu sonrası. Deyir ki şeydir. Deyir ki elə nə fərqi var ki, qəti olmasın, bundan olsun, bundan Hə, olmasın. qırırsan. Həm də ki bunu, Deyir onsuz da qırırsan. həm də bunu qırmaq daha rahatdır, nəinki qəpiyə. Elə sağ olsun o ağlamasaydı, dedim hə, heç bir fərqi yoxdur. Heç zat. O dırnaqların qaralacaq da. Cibinlə Zehennəmə qaralsın, heç zat. Mən də başlayayım.
Nə bilirsən? Ama karalyokları soyub, hamısını asıb. Qəşəkdə gün çıxıbdı. Heç Bakıda belə qəşək gün çıxmadı. Asıb qutarandan sonra da buradan məftil qırılıb, hamısı yerə tökülüb, təzədən yenidən bağlayıb, yenidən asıblar. Armudlar burada xarab olub. Altında da alma var. Burada da cüz qırıb yiyiblər. Qara cüzləri mama qırır için, təmizləyir. Nəsə şirin çörək üçün. Mama, Versin dedim. göyərsin də mi o? Qara deyə bilir. Ben de ev kuşudur. Ölürüm. Mutlu. Bilmiyorum kim sezen gibi kulak et. Ölür. Mama ilə gedirik süd gətirməyə. Əmigilə demişdi ki, süd saxlasınlar. Xala da zəng elədi ki, bəs sənə süd saxlamışam, gəl apar. İndi mama gedir əmigilə, mən də gedirəm xalagilə süd gətirməyə. Mən balımı çıxartdım mı qırağa? O başqa nə var idi deyirdin? Bəhməz. Yarpaq. Yatma. Yarpaq olmasa da onlar balı çıxart. Ay da bəhməz de konur. Lazım. Bir dənə buranın yolu dəyişməyib, hər yer dəyişib. Bir dənə buradan köhnə məhlə qalıbdı. Yol düzəldiklər afətin dükkanı. Xır töküblər. Parisdə ən çox bu yerləri sevirəm. Burada da kənd olduğunu demədən göstər. Rənglərin gözəlliyi. Həmişə bu yolda şəkil çəkdirirdik bacımdan. Bu arada xala dedi, gəl süd apar vedirəm, götürüb gedirəm süd aparmağa. Bu mesələr də onlarınkilardır. Mən sizə niyə rayona gəldiyimi demədim. Qısa bir açıqlamaq gətirim ona da. Xalam oğlu bir ilə yaxın idi, xəstə idi. O rəhmətə getdi, onun yerinə gəlmişdik. Yas yerini verdik. Biz getməyə hazırlaşırıq. Cavan adam idi. Neçə yaşı? 41. Ya nə bilim 42 yaşı maksimum olardı. Gəldik, xalam qızından gəlmişdim. Gəldik onun yasına. İndi də evdə uşaqlar məktəbə gedir. Universitetə gedir, xalam qızın uşaqları balacadır deyə. Dedik də çox qalmayaq. Qaydaq gedək uşaqların yanına. İndi getməyə hazırlaşırıq. Bugün günorta çıxıb getməliyik. Getməmişdən qabaq mən də buralardayım. Gəzirəm köhnə məhəllələrimizi. Çıbışlar, gəlin. Gözler aslında zaman. Yox, ömrüm uzaqdayam, bağlıdır. Hə, bağlıdır. Köp balacalar çəkirəm. Görə neçə dənədir? Saydı. 10 dənə İsmail coplayırdı ki, 12 dənə daha. Mesela aynı. İkisi ölübdü. Öyle mi? Hə. 14 tane de ikisi olma 12'si kaldı. Bir də sayında başlar görünür. 6 dənəsi erkek. Yaxşı. Ayağından buraxır, nə təriydi o boyda çörəyi. İsmail bir çörəkdən çox bir şey gətirdi. Ya, lağına bax. Ona bax. Boz qəşəkdir. Ayaq üstə var. Bu nə pisiylənir malı, maldır amma. Nəfəs ala bilmir. Qoyundur mu? Nəsə pisiy gəlir. Doymadım Mayit, ona belə rahatlaşdı. Qarnına biraz yemək getdi, deyək qoy uzanayım yeyeyim. Zahid babamızın. Bilirəm, Bakıda belə mənzərə yoxdur.
Çəkim sizin üçün payızın mənzərəsini. Rəngarəng yarpaqlarımız. Xəbərlərdə keçən səfər göstərirdilər ki, karalyuklar bu il çox əcaib olub. Doğrudan da elədir. Fikir verin. Karalyukların hamısının böyründə quyruqları var. Görün niyə belə olublar? Hamısında var. Heç mən belə karalyuk görməmişdim. Buna bax. Dəyişir. Hamısı əcaib formadadır karalyuklar. Buna bax, bu nə gündədir? Tam da görünmür. Dəhşət. Buna bax, neçə dənə, bir butaqda neçə karalyok var. Heç bir də birinə dəyməz. Rayonda belə də meyvələr hamısı başında qalır. Dənə çiftlər çəksə gəlib yemək üçün qopardılar, qalanını qalır. Bakıda da xarab olmuşlar, qoydular 50 qəpiyə. Bilmirəm, onu alan varmı? Allah hamıya imkan versin. Heç kim o xarab olmuşlara möhtaç qalmasın. Bir də baxıram bazarlarda ki, qoyublar kənara, böyrü başı iyilənmişlər 50 qəpiyə. Xalacılın bağındayam. Sağ olsun paylarımı koyup koparım dedim. Hem yaşıllıq var, hem payız gəlib. Hamısı bir-birinə qarışıb. Neçə il idi payızda mən rayonu kəndi görmürdüm. Bu il gəldik, gördük. Adam rayona gələ, amma xeyir iş üçün. Əlimdəki də ağırdır. Ben arkadaşı mənzərəyə bax. Hələ moruq var. Rayonun da bir şey yaxşı. Buz kimidir. Sabahdan baxıram belə telefon yaxşı çəkmir. Deyəsən kamerası yaxşı deyil, yoxsa nə? Tam da dəyməyiblər. Günəş yoxdur deyə. Tam elə yumşalmayıblar. Buralarda da var. Renkli balqabaq axtarırdım. Bax, mamada var imiş. Hiç yeməmişəm bunu. Xoşcanınız var qızlar. Bir dəfə rəhmətli xalam pişirmişdi. O da baxdım sapsarı belə. Heç xoşuma gəlmədi rəngi rufu. Ona görə yemədim. Heç dadına da baxmadım. Çox eyib. Keşke gərək baxardım. Onda uşaq idim da. Uşaq ağlından rəngi xoşuma gəlmədi. Xalam oğlu da mənlə məzələndi ki, nəyə oxşuyur bax sapsarı. Uşaq nə bilim nəyinə oxşuyur. Ona görə dadına baxmadım. Uçqalı özləri idilər. Sizə məhəlləmizin digər tərəfində çəkim. Gedirəm xala qızının qızı gilə. Qonşu olub mama gilə. Südlər doldurmağa banka lazımdır. Banka yox. Butulka lazımdır. Gedim onu gedim görüm. Deyir ki biz de olur xala. Güllərə baxın nə gözəldir. Gedim onu götürüm varsa da. Aparaq süt dolduraq. Heç havada da bulut yoxdur, bilmirəm niyə. Amma qəşəng gün çıxıb. Müsalənin bağıdır buralarda. Süpürəcəyik, sən nə yumursan belə? Hə, nə yumursan belə sən? Toşa yoxşu, dürmək yoxşu. Dürməkdir, dürmək. Buraya kızarla sıkacak.
Qucağıma niyə çıxır? Kərəm örgədir. İnanırsan çıxır. Kərəm öyrədir. Hədə çıxma. Siz alsama. Hə, xala verdi, almadıq əslində. Bir də bibi veribdi. 5 dənə sonra. Bəsdir, hə. Sən har? Gəldim bağdan biraz. Hə, əməli gəlir. Alma yığmağa. Abi narı niyə yığmısınız? Yatmışlar da bu postana. Sağlamdılar mı? Nasıl şikayət edirdi ki, bəs Bilirsən, bu il kim deyirlər ki, karalyoklar belə olub. doğulu vurğun şeylər. Hamının içində dolu mu vurdu? Başqa rayonlardan da xəbərlərdə gördüm. Mən ki, deyir karalyoklar bu il olmadı. Hamısı pis gündədir. Bu xaraf nardı məsəl üçün. Buna baxayım. İçində xarab ola bilər. Görünüşü xoşuma gəlmədi. Bundan biraz yaxşı yaxşıyır. İkisi də şirinəkdir bütün. Güya ki almaya gəlmişdim. Baxıram. Hər yer sudur. Bax nə gözəl rəngarəngdir. Yiyirsiz heç olmasa yığdığınıza görə. Yığdığımızı satsam. Bu, yaxşı eləyirsən. Yəni də yoxdur, yalanla. Xarab olub gedir. İstəmirəm ondan. Hə, bax bunun başındakı nara baxan kimi bilinir ki, yaxşıdır. Göçəkliyindən bilinir ki, bunlar yaxşıdır. Ən azından mən bilirəm hansı nar yaxşıdır. Qəşəkdir. Buradan qırığı var idi, dadına baxdım. Rəngin gözəlliyi. Bundan ötürü köysünü ötürənlər var. Hə, vallahi şeydə bazarda, o evdə olmayanda bazarda görən adamın ürəyi elə istəyir ki. Evdə olanda da heç yadına düşmür. Deyirsən ki, qutarsa evin cüdüsü çəkilərdi. Nə gözəldir. Hayf. Hamısı yerdədir. Yerdəkilər cəhənnəm. To nə tutdun? Düzündür. İməri. Ana. Bax. Ay yazıq da ya. Yazıq ördəklərin bağrı çatladı. Sən də meymin deyilirsən. Mən sadəcə qalxıram. Canı sağ olsun. Pay verənlərin canı sağ olsun. Hamı pay verdi. Ay, normalda dəstə belə olur. Ha? Ondan biraz qıvıram. Hə. Belə dəstə mən ömrümdə görməmişəm. Şeydir. Canı sağ olsun. Nə, mənim balıncımın içini doldurub sanki sağa balıncı qayırıram. Qayır. Mənim oradakı balıncım da yaman nazilifdir. Nəm doldura bilərəmmi ki mən onun içini? Elə bilirsən, nə yiyirəm, boynum da ağrıyır. İndi nazik olsun. Əslində boynu ağrıyanlara deyirlər ki, balıncısız yatın. Qoy nazik olsun. Hə, əsl iyiləsi vaxtıdır. Körpə. Bunu indi pörtletmeye ehtiyac yoxdur, eləmi? Üstü tükürüb qalsa özüm orada təmizdir. Təmizləyərəm, hə. Beləliklə ağrı qoy. Belini çox ağrıtma. Dedim, görüm süd daşmadı ki. Səhərdən baxıram, bu süd də pişir, amma pişib qutuya bilmir. Bir stəkan da süd içərəm. Gitməmiş. Çox yəqin ki, vloglar izləyirsiniz. Allah canınızı sağ eləsin, Allah hamınızı var eləsin.
Südlərin pulunu nə bibi götürdü, nə xala pay verdi, nə də qonşum göyərti yığıb gətirib, nə də ki o göyərtinin pulunu götürüb. Allah həmişə var eləsin. Buradan da dedim, öz təşəkkürlərimi bildirim hamısına. Belə üzbəsurat bilmədim. Tanklar yetməkdən bu günə bu asfalt. Ama sen tam gelir. Burada köçəs gəlir. Vallahi seviyor yalı. Ne çek? Yolun qırağında bir nəfər var. Aynı Emir el çıkarırsın teli şeyden çekersen. Telefonu salıb Asfaltdan gəlir. Ha. Tanklar eləkdə, valla yaranır, ona görə. Bura geçelim. Kabağı Baya. Sonra köçəslərin mərkəzi. Mərkəzi. Merkezin neden ibaret? Neden danışabilir? Məlumat verin zəhmət olmasa. Ne var mı? Kötü seskerden isteyenlerimiz varsa da xahiş edin bildirin. Məlumat verin. Kötü seskere de gelmiş. Dəmir yolu priyezi. Aha. Molla Ləhbər küçəsi. Mən də dedim axşam getməyək, gün orta yaxşıdır. Sən dedin axşam, vallahi mən dedim. Bu nə maşın? Gəldik, çıxdıq deyəndə qızlarla gəldik, evdəyik. Gətirdiklərimi dünən yerləşdirə bilmədim. Gətirdim, qoydum, düzü gərək bunun üstündə süd var idi, ördək var idi. Onları götürdüm, onları yerləşdirdim, xarab olanları. Qalanlar burada qaldı. Mama kartof qoyub. Bu da kartofdur. Bunun üstünə bilmirəm, başqa nəsə qoymuşdum. Yox, elə ancaq kartofdur. Göyərti var idi. Bunun da üstündə yenə başqa şeylər var idi. Onları götürdüm. Alma yığmışdım. Ağacdan yığılan alma idi bu. Yığdıq bir nar. Sizdən birlikdə yığmışdıq da. Narlarımız. Mama deyir, alma götür. Deyirəm, yox istəmirəm. Sonra baxdım ki, alma nə gözəldir. Götürdüm. Burada da yenə alma, armud. Armudlar əzilib. Yenə alma, armud. Cürbəcür növləri var. Burada bizdə evdə axırıncı qalan yediyim alma. Yemirdim bunu. Axıra qalmışdı. Bunu sonradan kəşf elədim. Yeməyə başladım. Biraz karalyok oldu. Onu qoydu. Dediyim kimi üstündə də südü var idi. Onlar xarab olmasın deyə. Getirən kimi atdım buzluğa. Qozum var. Xalam qızı yarpaq qoymuşdu. O var. Burada pendirimiz. Yerləşdirməmişəm. Qaba yerləşdirim. Xalam qızının payları. Baldı bu da. İndi sən sevirsən bal. Mama bəhməz qoydu. Bir də ki təmiz çəkmə araq var. Uşaqlar xəstəliyində boğazlarına nə eləyirəm? Dəsmalın üstünə qoyub boğazlarını çəkirəm. Bizim evdə araq içən yoxdur. Ben onu çəkirəm. Bir də ki istəyiklər olanda bədənlərini yağlayıram bundan. 2-3 ildən birdən belə gətirirəm, bəs eləyir. Bunu da atanın özü meyvələrdən çəkib hazırlayır. Yəni satışından məşğuldular. Belə gətirdiklərimiz bu qədər. Görüm yerləşdirə bilirəmmi? Burada da qalan qızıcılın qapısından gəldik Bakıya onlara. Onun güllərindən biraz yığmışam. Hoşuma gəldi. Onu da gətirdim, qoydum bura. Yolda gələndə veş çox idi. Üst-üstə belə basdılar yerləşdirməkdən ötürü. Əzə pendirdir özdə. Pendirin biraz əzilib. Yarısını doğradım. Belə bu deşiklər köhnədən qalmadı. Qabını da yudım. İçində biraz su var idi. Onu tökdüm ki, pendirin suydu da. Bunu yerləşdirim. Amma ki, qızlar bir günə getdim. Daha doğrusu bir gün getdik. Axşam yatdıq. Səhər yas məclisinə getdik. Ondan sonra o birisi günü səhər qalxdıq. Veş zad mama yığdı. Ona kömək elədim. Xala gilə getdim. Sağ olsun bunları qoydu. Oradan qayıtdım. Gəldim. Yenə veşlərə kömək elədim mamaya. Oradan da saat 2-nin yarısı idi.
Oturduq maşına. Saat hardasa 9 olardı. Evdəydik. Evdə yox, xalam qızıgildəydik. Bu 3 gün məndən ötürü ancaq qaçqoyla ilə keçdi də. Ona görə çox yorğunam. Səhərin qabları qalıb orada. Hələ ki təmizləyə bilməmişəm. Veşlər durur yerdə. Yerləşdirə bilməmişəm. Yorğunluq canımdan çıxmır. Bunu da səhər-səhər yeməkdən sonra doğradım, qoydum ki, güya hazırlayım. Keçmişəm otağa. Oturub orada qalmışam kravatın üstündə. Hələ ki özümə gələ bilməmişəm. İndi gəldim. Vaqif yemək istəyir. Çörək aldı, gətirdi. Görək nə edirik, ona yemək hazırlayım. Yenidən başlayaq ritmli günümüzə. Səhər-səhərdə kaşa pişirdim. Yoldaşım kaşa istədi, onu da çıxardıb orada qoymuşam. O da qalıb. Belə qat quruşuq, belə qarışıq bir gündür. Yorğunam deyə heç bir iş yolunda getmir. Daha doğrusu iş görmürəm ki, yolunda getsin. Ona görə işlərim tökülüb qalıbdı. Girişə işə, indi günorta yeməyinin vaxtıdır. Hamısı yemək istəyir. Nəhayət ki, özüm də o gücü tapıb gəldim meyvələri yerləşdirməyə. Armudları bura qoyum. Narları yığmışam, almaları yığmışam. Keçirik digərlərini yığmağa. 3 günün yorğunluğu çıxmır. Canımdan özümüzə gələ bilmirik hələ ki. Bunlar da altda qalıb əzilib hamısı. 5-in altında belə deyildi. Bunlar yaxşıdır, bəlkə də hələ ki. Amma o birisi armudlar hamısı heyif olub əzilibdir. Buna baxın, gərək yeyilsin. Uşaqlar xoşlayır, doğrayaram, yeyərlər. Daha nə qədər yeyə bilərlər bilmirəm, amma ki, maşında hamısı zədələnib. Nəhayət ki, özümdə o gücü tapıb gəldim pendirləri yerləşdirməyə. Əslində bir dəfə də yatıb qalxmışam, bir yorğunluq keçmir üzərimdən. Axır ki, bunları yerləşdirirəm. Qızlar, bunu da həmişəyə kimi suyunu özüm hazırlayacağım. Çünki pendir suyu yoxdur. Əriməyən pendirlər üçün 1 stəkan adi suya qaynamış, qaynamamış fərq eləmir. 1 xörək qaşığı duz, 1 xörək qaşığı pisok tökürük, qarışdırırıq. Üstünə çıxana qədər hər stəkana 1 xörək qaşığı əlavə edib tökürük. Məndə keçən səfər bu doluydu burasına kimi. Ona görə daha başqa banka çıxartmadım. Dedim elə bunu da eləyim. O birisini halım olmadı. Düzü gərək gedim badvaldan çıxardım. Gətirim. Elə əlimin altındakı bu idi deyə bundan istifadə elədim. Bunu hazırlayayım. Axşama da bir yemək fikirləşməmişəm. Yoldaşım dedi ki, göyərti gətirmişdim də. Dedi ki, bundan yaxşı şükü çıxar. Dedim, onda axşama da sizə şükü hazırlayaram. Axşama şükü hazırlayacağım. Çünki günorta toyuq var idi, dolma var idi. Bir də ki, toyuq katleti var idi. Getməmişdə mən bunların hamısını 4 cür yemək pişirdim, qoydum, evə getdim. Lobya pişirdim, yaşıl lobya, bir qazan kələm dolması pişirdim. Kələm dolmasından biraz ət artıq qaldı. Ondan gətirdim, yarpaq dolması elədim. Onu ancaq inci idi, inci kələm yemir. Toyuq qızartdım, üzərinə də axırda çəkotu səpdim. Tutusunu kebab dadıyırdı, isti-isti üzərinə çəkotu oxalayıb düzəndə kebab dadıyır. Bir də ki, bir də nə pişirmişdim? Bir də toyuq katleti pişirdim. O katletin də bilmirəm necə eləmişəm, deyəsən dolmaya vuracağım sarımsağı tutub vurmuşam katletin ətinə. O katletdən də yola götürdüm. Xalam qızı ilə ikimiz getdik, avtobusla getdik. Yola götürdüm, xalam qızı işdən çıxdı, mən evdən getdim. Getdik axşamüstü vağzalda görüşdük. Oradan bilet aldıq, keçdik avtobusa. Axşamüstü açdıq ki, yemək yeyək. İnansız qabın ağzını necə açanda o sarımsaq iyisi bütün avtobusu necə götürdü bir ağırçılıqda. Xalam qızı deyir, sən katlet pişirməmişsən. Sən deyir, sarımsaqlı katlet yox, katletli sarımsaq pişirmişsən. Yaman sarımsaqlı çıxmışdı. Evdə olanda fərq eləmir, düzdür. Amma ki, yola götürəndə, yəni o boyda millətin içində necə utandım bir Allah bilir. Bilmirəm necə hazırlamışdım onu. Fikirli olmuşam deyəsən, sarımsağını çox tökmüşəm. Dolmanın ətinə tökmək əvəzinə, daha doğrusu bölüb həm ona, həm buna tökmək əvəzinə hamısını tökmüşəm katletin ətinə. Katletdə də ət az idi. Dolmada çox idi. Dediyim kimi bir qazan dolma oldu. Kələm dolması bir yarım qazan qədər də balaca qazanda pişirdim.
yarpaq dolması oldu. Ona töhmətdən hamısını birinə tökmüşəm. Fikirli. Nəysə bir təhər yedik. Belə getdik. Ortanın qabları durur. Onları yuyacağım. Onları da yuyum. Bunu da gətirim suyunu hazırlayıb. Bir 4 stəkan hazırlayacağım. 4 stəkan su. 4 xörək qaşığı pesok. 4 xörək qaşığı duz. Hazırlayıb həll edib tökəcəm. Az olsa 1 stəkan da sonradan yenidən əlavə edib tökəcəyəm.